Stres düşmən deyil, sadəcə onu düzgün idarə etmək lazımdır. Hətta düzgün dozada və qısa müddətli olan streslər bədən üçün çox faydalıdır. Hətta uzun ömürlü və sağlam olmaq üçün mütəmadi şəkildə bədəni stresə soxmaq lazımdır. Əsas stres hormonları adrenalin, noradrenalin və kortizoldur. Məsələn, adrenalin və noradrenalin qısa müddətli ifraz olunur və bədəni döyüş qas rejiminə hazırlayır, sağ qalmaq rejiminə hazırlayır. Kortizol normalda bədəndə qan şəkərini tənzimləyir, immuniteti gücləndirir, iltihabı azaldır. Xüsusən biz səhərlər yuxudan oyananda kortizol ən pik səviyyədə olur. Glukozanı artıraraq qanda bədəni enerji ilə təmin edir ki, biz səhər yuxudan duranda günə enerjili başlayaq, gümrah başlayaq. Bədəni stresə soxaraq sağlam və uzun ömürlü olmaq üçün ən yaxşı üsulların başında gəlir fiziki aktiv olmaq, idman etmək. Çünki biz idman edən zaman bədən mikrostresə girir və bu bədəni daha dayanıq, daha möhkəm hala gətirir. Əgər fikir vermişsinizsə, uzun ömürlü insanların ortaq nöqtələrindən biri də fiziki aktiv qalmalarıdır həyatları boyunca. Həmçinin oruç tutmağı qeyd eləyərdim. Çünki oruç tutan zamanda bədəndə kortizol və adrenalin mülayim səviyyədə qalxır və bir müddət sonra bədən avtofagiya rejiminə girərək öz hüceyrələrini zədələnmiş, xəstə hüceyrələrini bərpa edərək yeniləyir. Yəni bir növ bizi cavanlaşdırır bu sistem. Həmçinin sizə şiddətlə bədəninizi soyuq suya, soyuq duşa məruz qalmağı önərərdim. Çünki bədən soyuğa məruz qalan zaman bədənin metabolizması sürətlənir, orqanizmdə immunitet sistemi güclənir. Həmçinin əhval-ruhiyyə, keyf, xoşbəxtlik artır, çünki dopamin də artır. Əlavə olaraq bədəni mikrostresə soxaraq bədən üçün faydalı olan digər yöntəmləri də açıqlama qismində qeyd edəcəm. Bəs hansı stres bədən üçün zərərlidir? Uzun ömürlü olan streslər, yəni həftələrlə, aylarla, hətta illərlə belə davam edən streslər bədən üçün çox zərərlidir. Buna görə çalışıb uzun müddətli stresdən uzaq qalaraq bədəni qısa müddətli streslərə soxun ki, uzun ömürlü və sağlam olasınız. Sağlam olun, sağlam qalın.